Salam, xoş gördük. Mən Nüfər Həsənova. Deməli, Kodera Test Bankında alqoritm bölməsinə aid olan, deməli 10-cu bölmənin 8-ci hissəsində olan 22-ci suala baxırıq. Deməli, sual bu formadadır. F-in funksiyasının hesablanması alqoritmi aşağıdakı münasibətlərlə verilmişdir. N natural ədəddir. Və bizdən F5-in qiymətini istəyir. F5 bərabərdir sual. Deməli, və biz bu ifadəyə baxsaq, burada görərik ki, n 2-dən böyük bərabər qiymətlər aldıqda bu düstur icra edəcəyik, n 1-ə bərabər olduqda bu düstur icra olunacaq, n 0 olduqda cavab 1 olacaq. Gəlin başlayaq. Deməli, F5. Baxın, 5 2-dən böyük bərabərdir. Ona görə biz bu hissəni icra edəcəyik. Yəni, 5-dən 1 çıxanda 4 qalacaq. F4 vurulsun 2 üzərinə 1-i əlavə edirik. Sonra burada F4-ü aldıq. F4 bərabərdir. Yenə də n-in yerində 4-dür. 4 2-dən böyük bərabərdir. Ona görə yenə bu birinci hissədəki olan düsturdan istifadə olunacaq. Yəni F3 vurulsun 2 plus 1. Yəni 4-dən 1 çıxmış oldu. Burada 3 qaldı. Ona əsasən yazdıq. F3-ü tapırıq. 3 yenə 2-dən böyük bərabər olduğuna əsasən yenə buradakı düsturdan istifadə olunacaq. Yəni 3-dən 1-i çıxacaq. F2 vurulsun 2 üzərinə 1-i əlavə edirik. Daha sonra F2-ni yazırıq. F2 2-2-dən böyük bərabərdir. Ona görə yenə eyni qayda ilə yazırıq. 2-dən 1 çıxanda 1, F1 vurulsun 2, üzərinə də 1-i əlavə edirik. F1-i tapdıqda, yəni n-in yerində 1 olanda bu düsturdan istifadə olunacaq. Yəni F1-də 1-dən 1-i çıxanda 0 qalacaq. F0 deməli üzərinə 2-ni əlavə etmiş olacaq və F0 nəhayət n bərabərdir 0 olduqda cavabımız 1 olacaq. Bərabərdir 1. F0-ın yerinə 1 yazırıq. 1 o da 2 bərabərdir 3. F1-in yerinə 3 yazırıq. 3 vur 2 plus 1. 3 dəfə 2 6 o da 1 7. F2-nin yerinə 7 yazırıq. 7-ni də 2-yə vururuq. Deməli 7 vurulsun 2. Üzərinə 1 əlavə edirik. 14 o da 1, 15. F3-ün yerində 15 yazırıq. 15-i 2-yə vururuq, üzərinə 1 gəlirik. Cavabımız olacaq 31. F4-ün yerinə 31 yazırıq. 31 vurulsun 2, üzərinə 1 əlavə edirik. 62 o da 1, 63 olacaq. Deməli, sualımızın cavabı D bəndi olacaq. Nəsə bir deməli belə deyək də izahla bağlı sualınız olsa rəy bölməsinə yaza bilərsiniz. Əgər dərslərimiz haqqında dövlət qulluğu və abituriyent hazırlığı ilə bağlı ətraflı məlumat əldə etmək istəsəniz, əlaqə nömrəmizdən, yəni 050 515 73 66 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Diqqətinizə görə təşəkkür edirəm.